Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bugün Azərbaycan millisi Dərçə 2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxıb. Günün xəbərləri xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olub. Parisdəki Parc des Princes stadionunda keçirilən görüş ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda D qrupunda Fransa 9 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu, 4-cüdür. Bu qrupun digər oyununda Ukrayna İslandiyaya qalib gəlib. Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində 3-cü dəfə üz-üzə gəliblər. Daha əvvəl bu komandalar hələ Avropa 1996-nın seçmə mərhələsində qarşılaşıblar. Trabzon şəhərində keçirilmiş ilk qarşılaşmada 13 dekabr 1994 Azərbaycan millisi 0-2 hesabı ilə uduzub, Oser şəhərində baş tutan ikinci oyunda 6 sentyabr 1995 isə Fransa 10-0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyük hesablı məğlubiyyətdir.